Buna bax hə. Vaxtında yadındadır. Sökük məhəllədə qalırdıq, eyni evdə qalırdıq. İndi qaldıq evə bax. Burada evin qiyməti bilsən neçədir? Sürdüyü maşına bax bunu. Elektriklidir, ən son modellərdəndir. Bilsən bunların qiyməti neçədir? Bunun girdiyi məkana bax hala. Buradakı qiymətlərdən xəbərin var sənin. Mənim 4-5 aylıq maaşımdır burada. Bütün gün bunlarda otur. Hələ buradan çıxacaq, mən bunu izləmişəm 2-3 dəfədə. Başqa məkanlar var. Bütün gün məkandan məkana, maşın, ev, hər şey full vəziyyətdə yaşayır səni. Çıxdı. Gəl gedək ondan soruşaq görə pul hardan qazanır. Nə də olmasa bizim köhnə dostumuz olub. Hala gəlin. Bəlkə bizi də günə çıxardı. Okey iş. Nətarsan ataş, görsən beləmirsən, maşallah, hər şey imkan zatıdır. Qardaşıma bir də bunun tiyosunu öyrət də, nətər eləmirsən? Necə eləmişəm deyəndə ki, mən sizin kimi avara həyatına son qoydum, birinci qaydada olaraq. Əlinizdən simiskə yerə düşmür. Bir balaca risk edin, yenilik eləməyə çalışın, qalımız elə köhnə həyat, köhnə tərzdə.